Salam, bugün sizə Solving System of Equations with Desmos, yəni Desmosda biz sistem tənlikləri necə həll edirik, onları öyrənəcəyik. Əslində biz sistem tənlikləri həll etmək üçün bir neçə həll yollarımız var. Əgər onlar linear equationsdirsə, onları həll etmək üçün, yəni ya elimination metoddan ya substitution metoddan istifadə edəcək ki, bunlar haqqında əvvəlki dərslərimizdə qeyd etmişdik. Bəs görürsən, biri quadratic equations olarsa, digəri linear olarsa və ya hər ikisi quadratic equations olarsa, bunları necə həll edərik? Bunun üçün bizim köməyimizə Desmos gəlir və biz həmin tənlikləri Desmosda yazaraq saniyələr içərisində mürəkkəb görünən sistem tənlikləri həll edə biləcəyik. Məsələn, gördüyünüz bu sual əslində görürsünüz biri quadratic, digəri isə linear equationsdir. Yəni xətti tənlikdir. Bunu həll etmək üçün normalda biz əgər kalkulyatorumuz olmazdısa, bunları bir-birinə bərabər eləyəcəkdik. Oradan x dəyəri çıxaracaqdıq ki, burada da artıq digər proseslər diskriminant hesablanır, köklər çıxır və s. Bu biraz uzun prosesdir. Ancaq hər ikisini Desmosda yazsaq, gördüyünüz kimi Desmosun hər bir sütununa, hər bir funksiyanı ayrı-ayrı da qeyd edirsiniz və bu zaman sağ tərəfdə belə bir funksiya görəcəksiniz. Çünki gördüyünüz funksiyalar fərqli funksiyalardır. Yəni biri kvadratikdir, digəri xəttidir. Təbii ki, kvadratik funksiyanın qrafiki qırmızı ilə olan parabolanı verəcək. Xətti tənlikdə xətti funksiyanı göstərən, yəni düz xətt verəcək və bu sistemin həlli onların kəsişməsi deməkdir. Və onların kəsişmə nöqtəsini burada qeyd etmişik. Bu bizim artıq cavabımız olacaq. Deməli, bu sistem tənliyi bu nöqtələrdə, yəni x-i -2,16 bu davam edəcək ki, zaten cavablarda özünüz görəcəksiniz. Elə bunlara yaxın bir cavablar qeyd edəcəklər. Yəni, uzaq başa yuvarlaqlaşdıra bilirlər. Yəni, olduğu kimi bu şəkildə cavabı götürəcəksiniz. Bu qədər.